Deməli, redaksiyamıza bir nəfər vətəndaş müraciət edib, Əliyev Ələddin Hüseynoğlu yazır. Mən Əliyev Ələddin Hüseynoğlu yazaraq sizdən kömək istəyirəm. Bildirirəm ki, 2013-cü ildə ləğv olunmuş MTN əməkdaşları tərəfindən qanunsuz həbs edilmişdim. Məndən 127 min ABŞ dolları alaraq həbsdən azad etdilər. Bilirsiniz, Eldar Mahmudovun dönəmində bütün iş adamlarını, demiyorlar ki, böyük əksəriyyətini pasa oturtmuşdular. Çağırırdılar, qeyri-qanuni olaraq padvala salırdılar, təhdid edirdilər, iş adamlarından pul alırdılar. Verməyənləri həbs edirdilər. Verənləri isə buraxırdılar. İndi burada da Ələddin bəy deyir ki, məndən 127 min dollar alandan sonra məni həbsdən azad etdilər. Məsələ ilə bağlı prokurorluğa şikayətimdən sonra prokurorluq və məhkəmə məni zərər çəkmiş şəxs kimi tanıdı. Qərara əsasən keçmiş MTN-in Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışmış general-mayor Mövlan Şıxəliyev tərəfindən bu pul 127 min dollar mənə ödənilməlidir. Yəni məhkəmə qərarı ilə ha. Bir neçə gün öncə xatırlayırsınız, mən Mövlan Şıxəliyevin əmlakları ilə bağlı burada məsələ qaldırmışdım. Çox maraqlıdır ki, adamın əmlakları müsadirə olunub, bir hissəsi oğluna, arvadına qaytarılıb, yerdə qalan hissə satılıb vətəndaşının pulu ödənilmir. Belə çıxır ki, yenə də hansısa bir reket qüvvələr var. Yəni Eldar Mahmudovun davamçıları bu gündə davam edirlər. Bu kimin boynuna düşür? İcra Probasiya şöbəsinin boynuna, yəni Ədliyyə Nazirliyinin boynuna. Sağ olsun, Fərid müəllim Ədliyyə Nazirliyi gələndən sonra Ədliyyə Nazirliyi ilə bütün bağlantıları kəsdi. Biz deyirdik Fikrət Məmmədov yaxşı işləmir. Amma Fikrət Məmmədov gedəndən sonra bu cavan oğlan gəldi. Cavan oğlan bütün əlaqələri mətbuatla kəsdi. Hətta telefonları belə bağlatdırdı. Artıq Azərbaycan mətbuatının Ədliyyə Nazirliyi, nəinki mətbuatına, heç kəsin Ədliyyə Nazirliyi əli çatmır. Bir dənə yalandan bir elektron ünvan qoyublar. Kimin nə söz var, yazsın, bura atsın. Atırsan, aylardan gedib, baxan da yoxdur ora. Yəni, bu o deməkdir ki, Ədliyyə Nazirliyi qapalı səhmdar cəmiyyətə çevirdilər. Mən bununla əlaqədar Ədliyyə Naziri Fərid Əhmədovun qəbulunda oldum. O mənə söz verdi ki, şikayətim təmin olunacaq. Bundan sonra dəfələrlə Rəfail adlı icraçı ilə görüşdüm. Onu nazirlə görüşüm barədə məlumatlandırdım. Amma Rəfail hərəkətləri ilə heç kimi saymadığını nümayiş etdirdi və dövlət məmuruna layiq olmayan davranış sərgilədi. Mən dəfələrlə Mövlan Şıxəliyevin vəkili Ceyhun Yusufovla da görüşdüm. O da məni aldatdı. Belə ki, vəkil məndən 500 dollar və 2500 AZN alaraq Mövlan Şıxəliyevdən 127 min dollar alıb mənə verəcəyini desə də heç bir nəticə çıxmadı. Yəni, artıq burada da təxminən 3000-dən yuxarı pulu vəkil yedi. Ələddin bəy yazır. Hazırda vəddi vəziyyətim ağırdır. 3 banka borcum var. Sizdən xahiş edirəm ki, Ədliyyə Nazirliyi əməkdaşlarına ciddi cəza verməklə yanaşı mənə çatan pulun Mövlan Şıxəliyevdən alınmasına göstəriş verəsiniz. Təsəvvür edin ki, Mövlan Şıxəliyevin kifayət qədər ciddi əmlakları var dostlar. Ciddi əmlakları var. Bu əmlaklar satdığa çıxarılıbdır. Amma nədənsə əmlaklar satdığa çıxarılsa da satılmır. Çünki niyə? Onu ucuz qiymətə satıb kimləsə öz cibinə qoymaq istəyir həmin pulu. Yerdə qalan əsas vəsaiti. Yəni 5 milyonluq əmlak bu günlərin 600-700 minə satılmaq üçün auksiyona çıxarılır. Təxminən o qiymətə satılır. Yerdə qalan vəsait o şirkət tərəfindən satılandan sonra şirkətin qazancı kimi o şirkətə keçir. Bu şirkət kimindir? Biri Fikrət Məmmədovun oğlunundur, mən biləni. Biri də başqa bir yüksək çinli məmurun oğlunundur, mən biləni. Amma onu dəqiq bilmədiyinə görə
adını deyə bilmirəm. Məhkəmə qərarı var və Azərbaycan məhkəməsi Azərbaycan Respublikasının adından qərar verir, hökm verir. Yəni dövlətin adından. Amma bu kiçik məmurlar, bu icraçılar ya dövləti hesaba qoymurlar, ya dövləti dövlət kimi saymırlar, ya da özlərini dövlətin üstündə görürlər. Ona görə vətəndaşa çatacaq pulu əmlakı satmaqla ödəmək istəmir. Nə marağı var icrasının bu işdə? Ümumiyyətlə bu icra probasiya şöbəsi ki var ha, bu sahədə çox ciddi qüsurlar var. Həm notarial qaydada, notarius idarəsində ciddi qüsur var, həm də icra probasiya şöbəsində çox ciddi qüsurlar var özdə. Kasıbın, küsubun, yetimin üzərinə yeriyə bilirlər. Bir pensionerin, bir qazinin banka borcu varsa, dərhal qazinin, veteranın, pensionerin pensiyasının 50%-nə stop qoyurlar, həbs qoyurlar, tutub onu banka ödəyirlər. Amma məhkəmə qərarı ilə müsadirə olmuş əmlakı auksiyona çıxardıb, satıb, vətəndaşa dəyən ziyanı illərdir ödəmək istəmirlər. Niyə qardaş? Sənin nə marağın var burada? Ay icrası. Əgər sənin gücün yetmirsə, zəhmətsə istefa ver. Dur qıraqda, çıx mətbuata, açıqlama ver. Deyən qardaş, bu əmlakı satmağa mənə icazə vermirlər. Kim icazə vermir, adını da ver. Biz buradan elan edirik adamın adını. Görün nə qədər zərər çəkən var ki, qalıb küçələrdə. Onun dalınca qaçır, bunun dalınca qaçır. Zərər çəkmiş vətəndaşları məcbur ediblər. O vaxtı bu Eldar Mahmudovun adamları, Mövlan Şıxəliyevgillər. Onları məcbur ediblər. Banklardan kreditə girib, borc altına girib, gətirib bunlara pul veriblər. Əslində dövlət vətəndaşa dəyən o faiz borçları var, onları da ödəməlidir. Bu dövlətin boynunun borcudur. Çünki onları həbsə atan, onları təhdid edən, onları təhqir edən, onları aşağılayan, onlara hədə-qorxu yolu ilə banklara göndərib onlardan pul alan dövlətin ən üst düzeyində olan MTN-idir. Milli Təhlükəsizlik Naziri. Dövlətin qurumudur. Bəzən vətəndaş aparır, bir arayış ki, mən məsələn torpaq almışam, burada dövlətin peçatı var, deyirlər bu sənəd saxtadır. Sənəd saxtadır qardaş. Peçatı kim vurub? Möhrü. Get tut onun yaxasından. Vətəndaş nə bilsin ki, dövlətin möhrünü vuran adam saxtakardır. İndi qardaş, Mövlam Şıxəliyev Eldar Mahmudovla göstərişi ilə alıb mı pulu? Alıb. Hətta almayıbsa da belə. Bunun idarəçiliyi altında baş verib mi? Baş verib, tabiçiliyi altında. Əmlakı adamın müsadirə olunub mu? Olunub. Niyə qaytarıb verilməyib cəmaatın pulu özünə? Nə marağınız var? Ümumiyyətlə, Ədliyyə Naziri mən Fərid müəllimə buradan səslənirəm. Fərid müəllim, bu nə deməkdir? Vətəndaş sizdən başqa kimə müraciət eləsin? Heç olmasa vətəndaşı istiqamətləndirin. Verin istiqamət, deyin qardaş, bu mənim səviyyəmdə deyil, get başqa bir qurumda öz haqqını ara. Vətəndaş da getsin başqa yerdə axtar. Vətəndaş səni verir məhkəməyə, cərməliyirlər bir də. Verir məhkəməyə, cərməliyirlər bir də. Vətəndaş nə qədər məhkəməyə verməlidir? Bu məhkəməyə niyə bu qədər siz hörmətsizlik edirsiniz? Əslində bu Ədliyyə Nazirliyindən alınmalıdır bu. Alınıb kimə verilməlidir? Məhkəmə müsadirə edirsə, zərər çəkmiş qismindəki vətəndaşı tanıyırsa, həmin əmlaklar məhkəmə tərəfindən satılmalıdır. Ədliyyə Nazirliyindən alınmalıdır bu iş. Satılmalıdır məhkəmə tərəfindən vətəndaşlara dəyən maddi ziyan ödənilməlidir. Mənəvi ziyan da daxil. Film satı dostlar. Bu vətəndaşı biz niyə işdən gəlməliyik ki? Niyə görməməzlikdən gəlməliyik bu vətəndaşı? Bu bizim vətəndaşımızdır. Vüqar bəy, zərər çəkmişlərə dəymiş mənəvi zərəri kim ödəməlidir? Mənəvi zərəri, əgər dövlət qurumu bunu zərər vurubsa, dövlət ödəməlidir mənəvi zərəri. Vətəndaş vurubsa mənəvi zərəri, vətəndaş ödəməlidir. Kim ödəməlidir ki? Bu vətəndaşlara da MTN mənəvi zərər vurduğuna görə maddidən başqa məsuliyyəti MTN daşımalıdır. Yəni dövlət bu kompensasiyanı ödəməlidir vətəndaşa. İkram bəy yazır ki, ammasız bir iş var.
Gətir. Ayrılıram. Bəyənməni paylaşmağı unutmayaq. Ən vacib məsələlərdən biri budur dostlar. Sağ olun.